Rusiya ordusuna ağır zərbə, belə ki, RLS-lər darmadağın edildi və İskəndərlər də eyni şəkil gündəm xəbərin efirində 2 may tarixidir və bir məlumatı diqqətinizə çatdıraraq belə ki, Ukrayna baş qərargahı bir neçə vilayətdə Rusiyanın hərbi hədəflərinin vurulması barədə məlumat yayıblar və qeyd eləyək ki, mayın 2-sinə keçən gecə Ukrayna hərbiçiləri Krım ərazisində məhz İskəndər raket komplekslərinin taktiki qrupunun yerləşdiyi nöqtəni hədəf alıblar və eyni zamanda Epatoriya və Mayak yaxınlığında Rusiya silahlı qüvvələrinə məxsus Padlet və Mis-M1 markalı 2 radiolokasiyada, yəni RLS-lər də zərbəyə məruz qalıb və Donetsk vilayətindən və eyni zamanda bir neçə yaşayış məntəqələrində isə Ukrayna ordusu Ruslara məxsus olan dron anbarına və 3 pilotsuz uçuş aparatı idarə etmə məntəqəsinə hücum eləyibdi və bundan əlavə Lugansk vilayətinin bir sıra ərazilərində və Xersonda eyni zamanda sursat anbarı və Rusiya ordusunun təmir bölməsinin vurulduğu da eyni şəkil qeydə alınıb və xatırladaq ki, bir qədər əvvəl Ukrayna pilotsuz sistemlər qüvvələrinin dronları məhz Çelyabinsk şəhəri yaxınlığında Şaqol aerodromunda eyni anda 4 Rusiya hərbi təyyarəsinə hücum da təşkil edib.